Animasiya canlanmaq deməkdir. Sən gərək həyəcan yaradasan. Kino ümumiyyətlə həyəcandır. Sən kinoya nə üçün gedirsən? Həyəcanlamaq üçün də. Sən həyəcan olmasa heç kinoya getməzsən. Hansısa kitabı oxuyursan nəyə? Onun üçün ki, həyəcan orada. Yazıcı orada həyəcan yaradır. Animator da gərək həyəcan yaratsın ki, biz aktyor sənətini keçirdilər, onlar pantomima sənətini keçirdilər. Sonra da musiqi sənəti. Musiqi sənəti nəyə görə? Müəyyən filmlərdə mahnılar oxuyurlar. Mənim bir filmim var, Ayna filmi. Orada hər heyvan öz mahnısını oxuyur. O oxumaq üçün gərək birincisi o musiqi ritmlərini gərək hiss edəsən, taktları gərək biləsən də. 1-4-dür, 1-8-dir, yoxsa musiqi taktlarını gərək biləsən, anlayışın olsun gərək musiqada. Sən o olmasa sən o hərəkəti yarata bilməzsən. Onun üçün ki, o taktlarla bu başlayır oynamağa, hərəkəti yaratmaq üçün sən gərək bu fizikasını biləsən, biomexanikanı biləsən gərək, heyvanların, insanın əzəllərini biləsən hərəkətə gətirmək.